Xoş gördük, əziz izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Xüsusi bir bu buraxılış olacaq, çünki xüsusi qonağım var və xüsusi geyimdə məhz 29 aprel 1982-ci ildə Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən Beynəlxalq Rəqs Günü 29 aprel hər il qeyd olunur. Bunun üçün də bizim gözəl və zərif bir xanım qonağımızdır. Beynəlxalq rəqs müsabiqələrinin laureatı və Zirvə Rəqs Ansamblının bədii rəhbəri Natavan Musayevadır. Natavan xanım, xoş gəlmisiniz. Xoş gördük Cəfər bəy. Təşəkkür edirəm sizi məni dəvət etdiyiniz üçün. Xoşdur sizi görmək. Mən hazıram sualları verməyə. Siz cavab verməyə hazırsınız. Buyurun. Rəqs sizin üçün sənətdir, yoxsa həyat tərzi? Artıq bu mənim bir həyat tərzimdir Cəfər bəy. Deyə bilərsiniz, ilk dəfə səhnəyə çıxanda nə hiss etmisiniz? Ümumiyyətlə, bu rəqsə olan sevginiz hardan irəli gəlib və bu davamiyyət olaraq neçə ildə artıq siz bu işlə məşğulsunuz? Rəqsə körpə yaşlarından ilk qədəmlərimi 5 və yaxud ola bilsin 6 olardı. Uşaq filarmoniyası idi. Və Qaqarin adına o vaxtları pionerlər evi idi. İlk gündən məni ora dəvət etdi. Bədii rəhbər Cücələrim Rəqs Ansamblının bədii rəhbəri Elmira Cərəngibekova. Və o gündən mən körpə idim. Sadəcə məni bir kənardan hansısa bir tədbirdə valideynlərimlə yaxınlaşıb məni xahiş etdi ki, bu çox gözəl istedadlı uşaqdır. Mən istəyərdim ki, o mənim ansamblumun üzvü olsun. Və məni həmin o uşaq Cücələrim Rəqs Ansamblına dəvət etdi. O gündən bu günə qədər mən öz həyatımı rəqssiz, yəni təsəvvür etmirəm. Bəli, bu sizin rəqsə olan sevginizdir. Və indiyənə kimi də siz bu sevgi ilə bütün ta balacadan tutmuş böyüklərə kimi bu sevginizi bu rəqsdə bildirirsiniz və ötürürsünüz. Uşaqlarla işləmək sizə nə öyrədib? Səbir. Ancaq səbir. Çox səbirlisiniz və İşimdə. ümumiyyətlə kənardan izləyəndə də çox səbirli, çox təmkinli görsənirsiniz. Bu yormur sizi? Əslində mən çox emosional insanam və uşaqlarla çalışmaq, bu sahədə pedaqoji fəaliyyətim məni səbrə, yəni səbirli olmağa öyrədib. Nə gözəl. Yəni mən minnətdaram işimə. Elə çıxır ki, əlbəttə ki, rəqs insanın xarakterini dəyişə bilir və sizin xarakteriniz demək olar dəyişdi. Yox, deməzdim. Sadəcə rəqs elə bir incə sənətdir ki, mədəniyyətdir. Yəni rəqsi hər zaman, hər ilk gündən öyrənən andan, yəni insan bu mədəniyyətə malik olur. Çalışırsan səbirli olmaq, mədəni olmaq, xasiyyət də getdikcə formalaşır. Çox düzgün vurğuladınız, incə. İncəlik və sənət, incə sənət. Bəli. Həqiqətən də bu çox incəliklərlə toxunuşlara çox toxunursunuz. Rəqs elə bir şeydir ki, mən düşünürəm ki, xanım öz xanım xatınlığını məhz rəqsdə bildirir. Bizim milli rəqslərimiz o qədər gözəldir ki, hər rəqs özünə görə insanı xarakterini bildirir, insanın duruşunu bildirir, insanın mədəniyyətini bildirir. Baxmayaraq ki, insanla ünsiyyətdə olmasaq da belə, rəqs zamanı həmin o rəqsin incəlikləri ilə insanı bilmək olur necə bir insan olduğunu. Düz vurğuladınız. Bəli, Və təbii. uşaqları, misal üçün elə bir uşaqlar var ki, rəqsi sevmirlər. Amma sonradan sevə bilərmi? Ümumiyyətlə, bacarığı olmayan bu sənətdə, ümumiyyətlə rəqs yerində Cəfər bəy, belə deyim sizə.
bacarıqsız uşaq yoxdur. Bəli. Pis müəllim ola bilər. Öz sənətini sevdirməyə bilər. Yəni əgər sən əsl sənətkarsansa, bu sənəti sevirsənsə, bu işin peşəkarısansa, mütləq sən şagirdləri bu gözəl, incə sənəti sevdirəcəksən. Nə gözəl. Bəli, düz vurğuladınız. Əlbəttə ki, hər şey müəllimədən çox şey asılıdır. Təbii ki. Təbii ki. Mənə çox maraqlıdır. Bu illər ərzində 5 və 6 yaşında söylədiniz, rəqsə başladınız. Bu həyat tərziniz necə davam elədi? Neçənci ildə siz 5 saylı, dövlət 5 saylı zirvə Uşaq Yaradıcılıq Mərkəzi. Bəli. Bəli. O haqqda qısa məlumat. Sadəcə ora o yolum çox uzun olub. Ora çatmaq üçün, bir rəhbər çalışmaq üçün təbii ki, mən hər zaman öz üzərimdə çalışmışam. Körpə yaşlarımdan hər zaman rəqslə məşğul olmuşam. Gözəl Cücələrim rəqs ansamblında. Sonra səyyah Dövlət Səyyah Uşaq ansamblı var idi. Orada isə Təranə xanım Muradova rəhbərlik edirdi. Gedişatda Təranə xanım Muradovanın Odlar Yurdu Dövlət Rəqs ansamblında çalışdım. Yəni belə artıq belə gözəl bir təklif aldım Uşaq Yaradıcılıq Mərkəzində çalışmağa. Ondan da əlavə başqa bizim gözəl məktəblərimiz var. Avropa Azərbaycan məktəbi, orada çalışıram. TİSA, yəni xarici məktəblərlə çalışıram və təbii ki, uzun yol hər zaman öz üzərimdə çalışıram. Mən deyə bilmərəm ki, mən hal-hazırda bütün rəqs janrları, bütün rəqsdən ən gözəl anlayışım var. Yox, rəqs elə bir aləmdir ki, onun üzərində hər zaman çalışmaq lazımdır. Hər zaman. Sonra elə bir illərim oldu ki, mən beynəlxalq rəqs müsabiqəsində qalib birinci yer tutandan sonra məni İngiltərəyə stajirovkaya dəvət etdilər. Və orada mən 4 il həmin o stajirovkanı keçdim. O da mənim bir həyatımda böyük bir rol oynadı. Təbii ki, çox bir inanılmaz qalibiyyət idi. Yəni mən düşünmürdüm ki, məni ora dəvət edə bilərlər. Yəni mən ora tək sərbəst Azərbaycandan belə bir beynəlxalq müsabiqədə birinci yer qazanım və təbii ki, gedim orada Azərbaycanı təmsil edim. Bu mənim üçün çox qürur verici idi, yəni Azərbaycan üçün də. Nə gözəl. Baxın, vurğulayırsınız beynəlxalq digər ölkələrdə siz iştirak edirsiniz. Və eləcə də digər ölkələrin də rəqslərini də siz nümayiş etdirirsiniz. Yəni siz həmin çalışdığınız məkanda demək olar Çin, yəni sözsüz ki, bizim milli rəqslərdən də səvayi Gürcü rəqsləri olur, Çin rəqsləri olur, Özbək rəqsləri olur. Baxın, bu rəqslərə öyrənmə deyim, yoxsa ki, yanaşmamı deyim? Necə yanaşı, necə olub ki, siz bunları tam olaraq öyrənib və digər balaca uşaqlara ötürürsünüz? Təbii ki, mən dediyim kimi də rəqqas gərək müxtəlif janrda özünü hər zaman sınasın. Yəni ki, mən bircə milli rəqs oynayıram, bundan yetməz. Sən deyə bilməzsən ki, mən hər bir şeyi bilirəm. Xeyr, dünya var. Dünyanın rəqsləri də var. Yəni o mədəniyyət var. Hər ölkəyə biz gedərkən təbii ki, orada biz onların rəqqasları ilə, onların master-klass deyilən bir söz var bizdə. Mütləq onların rəqsləri ilə maraqlanırıq və təbii ki, peşəkar müəllimlərdən dərs almışıq. Xarakterini belə bir rəqs deyilir. Hər dünyanın, hər ölkənin öz xarakterinə uyğun öz quruluşu, öz rəqsi və biz hər zaman onun üzərində çalışırıq ki, yəni biz də öz bildiyimizi öz tələbələrimizə yetirək, çatdıraq. Yəni ki, onlar da böyüdükcə hər zaman desinlər ki, yəni biz peşəkar müəllimlə dərs aldıq, hər bir ölkənin rəqslərindən anlayışımız var, biliyimiz var. Yəni mən istəyərdim ki, mənim tələbələrim bu səviyyədə böyüsünlər. Çox gözəl. Hələ xarici ölkələrdən danışdıqca, siz xarici ölkələrdə rəqsinizi təqdim edəndə hansı rəqslər sizi çox təsirləndirib?
Eee, mən tərəfdən, yoxsa Bəli. tamaşaçılar tərəfdən? Yo, ümumiyyətlə, yəni bu rəqsləri ki, siz təqdim etmisiniz, nümayiş etdirmisiniz. Ondan sonra sizin necə deyərlər, pərdə arxası bir reaksiyalarınız, yəni sözsüz ki, öncədən olan hazırlıqlar çox insan bilmir necə olacağı, həyəcan içindədir və ondan sonra bu həyəcandan sonra bu ki, siz bunu uğurla hər şeyi etdiniz və oradakı o reaksiya, o hisslər necə olur? Təbii ki, bizim hər çıxışımız xarici ölkədə möhtəşəm bir alqışlarla bitir. Bu bilirsiniz, elə bir gözəl bir ab-havadır ki, yəni bunu hər an adam yaşamaq istəyir. Yəni bizim işimiz sırf buna bağlıdır. Sözsüz ki, adam Alqışa. alqışları eşidəndə rəqs etdikcə rəqs etmək istəyir, dayanmadan. Və bizim Azərbaycan rəqslərimizin gözəlliyini təqdim eləyəndə bütün xarici insanlar, yəni yaşayanlar orada çox belə belə bir emosiya ilə baxırlar ki, həzzlə ki, necə gözəl sizin libaslarınız var, necə gözəl sizin rəqsləriniz var, Çox. hərəkətlər, incəlik. Bunu yəni ki, biz onları valeh edə bilirik. Yəni onlar Sözsüz ki, bəyənirlər. əlbəttə ki, bizim rəqslərimiz, milli rəqslərimiz o qədər zərif, o qədər gözəl, o qədər incə, o qədər gözəl toxunuşlar var ki, hər bir geyimdə baxın, indiki mən geyindiyim bəylər üçün tikilmiş bir libas, kostyumdur. Yəni mən bunu geyindikcə sanki özümü bir hansı bir rəqqas kimi hiss eləyirəm. Yəni o durğu, o duruş, hətta rəqs bir sağlamlıqdır, bir idmandır. Təbii ki. İnsan rəqs etdikcə öz duruşunu, öz yəni yürüşünü sanki öz Seçilməlidir, seçilir, təbii ki, bəli, seçilir. bəli. Çünki hər zaman Bugünkü bədən işləyir, onun üzərində çalışırsan. sözsüz ki, Ona bəli. görə də qamət də gözəl olur, hərəkət də incə, gözəl. Ona görə rəqqaslar və rəqs edən insanlar, yəni peşəkar rəqqaslar hər zaman seçilirlər. Çox gözəl. Bugünkü gənclərin rəqsə yanaşması sizi qane edir. So ingilislər demişkən, bəli, qabaq o qədər də çox rəqslər maraqlanmırdılar, amma gedişatda görürük ki, yox, artıq istək çoxdur, müraciətlər çoxdur. Uşaqları da körpə yaşından gətirirlər valideynlər. Yəni bu deməkdir ki, inkişaf var. Nə gözəl. Rəqs etməyi bacarmayan insan yoxdur sözsüz ki, bayaq vurğuladınız Hı hı. onu. Yoxsa sadəcə cəsarət etməyənlər var. Məsəl üçün, bu yaxınlarda mən sosial şəbəkələrdə gördüm. 68 yaşında xanım nəhayət cəsarətinə tapdı ki, mən çoxdan istədiyim arzumu yerinə yetirdim və rəqsi öyrəndim. Nə gözəldir axı. Heç vaxt heç nə gec deyil. Təbii ki. Heç Və vaxt. insan hər Təki yaşda istək olsun. istək olsun, sevgi olsun. Məcburən heç kəsə oynada bilməzsən. Heç Bəli. kəsə heç nə öyrədə bilməzsən. Sözsüz Təki ki, istək olmalıdır. O istək də körpə yaşında məcburən gətirmək olar uşağı rəqsə ki, məşğul ol, bu sağlamlıqdır, bu gözəllikdir. Çünki uşaq başa düşmür. Orada valideyn istiqamət verir. Sonra artıq uşaq böyüdükcə sevir bu sənəti. Düşünür ki, mən artıq bunu sevirəm. Bu nə gözəldir. Alqışlar, səhnə, ölkələr, məni artıq hamı tanıyır, məni artıq rəqsə görə hamı sevir, istəyir. Təbii ki, artıq bu gedir başqa bir pillə. Bu yaxınlarda qastrolunuz oldu Antalyaya. Siz Hı hı. nümayiş etdirdiniz bizim gözəl Hı hı. rəqsimizi. Mən o kadrları izlədim. Hı Çox gözəl kadrlar idi və sözsüz ki, xarici ölkədə bizim qardaş Türkiyəmizdə sizin xəbərləriniz yayımlanmışdır. Baxın, sizi göstərdilər, sizdən müsabiqə aldılar. Bu hisslər necə oldu? Necə yaşadınız bu hissləri? Çox gözəl bir bizim qastrol səfərimiz oldu Novruz bayramında. Ansamblımızın üzvlərini, gənc bizim istedadlı yeniyetmə uşaqlarımızı apardıq. Zirvə rəqs qrupumu. Çox gözəl ifa etdilər. Təbii ki, gözəl kostyumlarımızla bizi orada Təhsil Nazirliyi qəbul etdi. Qonaq kimi bizi
öz məkanlarına qonaq kimi apardılar, tanış etdilər. E, Bu bir Öz- qürur hissidir. Təbii Sözsüz ki, bir Azərbaycanın bu cürə gözəl istedadlı gəncləri var, gözəl rəhbərləri var. Yəni ki, halbuki uşaqlarla çalışa bilən rəhbərlər var. Təbii ki, orada canlı yayım oldu. Çox alqışlarla bizi burada qəbul etdilər. Yəni artıq Türkiyə qardaş ölkədir. Bizi çox istəyir, sevirlər. Çünki biz bir necə deyirlər, bir dövlət. dövlət, iki millətik. Ona görə də hər zaman sevə-sevə biz hər il uşaqları aparırıq. Həm 23 Nisana, həm yeni Novruz şənliklərimiz olanda bizi dəvətlərimiz çox olur. Səfərlərimiz də çox olur. Bəli. Nə gözəl ki, baxın bu bizim gözəl adət-ənənəmiz Bəli. var, Novruz bayramımız. Orada elə bir ki, daha da çox abu-hava yaranır bu milli rəqslərimizi izləmə abu-havası. Çünki o qədər milli bayramımız olduğumuz üçün Novruz bayramı, orada da istəyirlər ki, səhnədə rəqs, milli rəqslərimizi görsünlər. Sevə-sevə baxırlar, inanın. Həm də axı bizim Azərbaycanlılarımız da çoxdur orada. Bəli. Onlar da yadırğayırlar, bizi görəndə sevinirlər ki, nə gözəl gəldiniz. Yəni ki, biz çox darıxmışdıq. Şəkər buramızı paxlava xonçalarla getmişdik. Bəli. Yəni Bakıdan onları aparmışdıq. Natavan xanım, Buyurun. sizin üçün ideal rəqs bu texnikadır yoxsa bir hiss? Bu fitri istedad olmalıdır. Fitri istedad olmasa əzbərləmək olur bu? Bilirsiniz necədir, sizə bir söz deyim. Sən həmin xoreografiya məktəbini bitirə bilərsən, diplomu ala bilərsən. Amma əgər sənin içində bu istedad yoxdursa, yəni bunun artıq davamiyyəti olmayacaq. Olmayacaq. Və indi artıq bilirsiniz, buna çox ciddi yanaşırlar bizim peşəkar müəllimlərimiz və hər zaman çox möhtəşəm seçim edirlər. Yəni hər bitirən akademiyanın şagird, tələbə artıq gözəl bir peşəkar müəllim olur. Yəni qabaq bəlkə elə deyildi, amma indi artıq ciddi düşüblər. Nə gözəl buna ciddi münasibət bəsləyirlər. Heç olubmu ki, artıq davam edə bilmirəm dediyiniz anlar? Heç vaxt. Hər zaman. Heç vaxt. O Heç qədər vaxt. sevirsiniz ki, bu peşəni, bu işi. Düşünmürəm, mən bunu düşünə də bilmərəm. Yəni artıq həyatım buna bağlıdır. Həmişə sevinmişəm ki, nə gözəl ki, mənim rəfiqələrim də elə deyir. Deyirlər ki, Natavan, doğru dildə deyəcəm. Bəxtəvər səni, sevə-sevə işə gedirsən. Nə gözəl. Deyirəm Əlbəttə ki, bu mən görsəz- bu maaşı da sevə-sevə, yəni sevdiyim işdən qazanıram. Bəli, bu çox gözəl bir Çünki şeydir. gözəl bu körpə uşaqları, onların auraları, onların enerjisi hər zaman sən məkana, zala girərkən uzaqdan səni qarşılayırlar, qaçıb qucaqlayırlar, öpürlər. Bu müəllim üçün bundan xoşbəxt anlar ola bilər. bilməz. Sözsüz ki, siz də bu müəllimlərdən almısınız bu ilhamı, bu sevgini. Bayaq vurğuladığınız kimi Tərənə xanım Muradovanın tələbəsi olmusunuz. Bəli. Sözsüz ki, onun o xarakterini, bənzərsiz xarakterini göstərəndə rəqsdə və siz də bu gəlir ki, sevə-sevə başlamısınız bu müəllimliyinə. Yaxşı, bir sual. Rəqs müəllimi olmaq daha çətindir, yoxsa rəqqasə olmaq? Müəllim çox çətindir olmaq. Hər zaman Tərənə xanım da deyir ki, mən xalq artistiyəm, gözəl rəqqasıyam. Amma sən elə deyirəm. Sən keçdiyin dərsi mən edə bilmərəm. Ona səbir, ona təmkin, ona düzgün çatdırmaq uşağa, pillə-pillə öyrətmək, yəni bu çox böyük bir vaxt tələb edir və artıq 28 ildir mən pedaqoji stajım var, çalışıram, yəni ki, sevə-sevə. Çox gözəl. Sizin yetişdirdiyiniz şagirdlər ən çox nəyi görmək istəyirsiniz? Heç vaxt müəllimin zəhmətini, əziyyətini itirməsinlər. Yəni müəllimdən özünü üstün tutmasınlar. Elə şagirdlər də var. Vaxt gəlir, düşünürlər ki, bunlar hər bir şeyi özləri öyrəniblər.
Yəni yadlarına düşmür ilk müəllimləri. Onlara binövrəni qoyan müəllim. Sözsüz ki. Biz müsabiqəmizin əvvəlində yadınıza düşürmüsə, mən sizə dedim, mənim ilk müəllimim Elmira Cangirbekova, Cücələrim rəqs ansamblının bədii rəhbəri olub. Bəli, bəli. Mən onun əziyyətini, zəhmətini heç bir zaman unuda bilmərəm, çünki ilk binövrəni o mənə verib, o sevdirib. Baxın odur. Mən O olmasaydı, o mənim əlimdən tutub deməsəydi ki, səndə bu istedad var, gəl bunu davam edək. Yəni mən heç bir zaman, yəni bilməzdim ki, bu cürə gözəl, yəni bəlkə üstü örtülü. Yəni oturub seyr edərdim başqa uşaqlar kimi televizordan. Amma görürsüz, ona görə də deyirəm ki, uşaqlar da artıq professionallaşandan sonra nadir hallarda elə bir şey olur. Amma yenə də Amma olur təsirlənir elə insan. tələbələrdə, elə Görürsüz, tələbələrdə olur. bəli, bəli. Unudurlar. Natan xanım, Azərbaycan rəqslərinizi gələcəkdə necə görürsüz? Gözəl, möhtəşəm. Çünki inkişafımız daha yaxşıdır. Peşəkar müəllimlərimiz, Bakı Xoreografiya Akademiyasında çalışan çox gözəl peşəkar kadrlarımız var. Ona görə də inkişaf bundan da gözəl olacaq. Rəqslərimiz bundan da gözəl olacaq. Yaxşı olacaq ki, pis olmayacaq. Bəli, düzgün vurğulayırsınız. Çünki şagirdlərin sayı da çoxalıb xoreografiya məktəbində. Çünki Bəli. son statistikaya uyğun olaraq orada elə çıxır ki, həqiqətən də şagirdlər də sevirlər bu peşəni, bu rəqsi. Sanki bu həyatın içindədirlər. Bu necə deyirlər, məktəbə gəlirsən ki, hansısa bir fənləri oxuyasan, amma bu da bir fəndir. Bu da gələcəyin Bəli. gözəlliyidir. Bəli. Baxın, indiyənə kimi siz çox zərif və incə qalmısınız. Hamısı da mənə elə gəlir ki, Rəqsimin sayəsində, işimin sayəsində. Təbii ki, bədən bir yəni ki, hər zaman insanın qəlbi gözəl ruhla da olur. İnsanın əhvalı dəyişilə bilər. Biz hamımız insanıq, düzdürmü? Elə ola bilməz ki, hər zaman bizim pozitiv abu-havada olaq. Amma bir məşqə girəndən sonra həmən hər bir şey dəyişilir. Mən özümdən danışıram da, yəni. Doğrudur. Baxın, iki Bu bir dənə psixoterapiyadır da, psixoterapiya. Bəli, mən sizdən razıyam. Adam istər-istəməz bütün olan problemləri də unudur. Çünki siz artıq gözünüzün qabağında gənc balaca uşaqları gördükcə adam necə onlardan aqressiya yanaşsın. Həmən qoşuram müasir rəqslərin bir musiqisini. Çünki mən müasir rəqsləri çox sevirəm və həm müasir rəqslərlə də çox çalışmışam. Bizim o vaxtları belə bir tanınmış Azərbaycanda, onu da vurğulamaq istəyirəm, tanınmış rap qrupa var idi, New Man. Bizim dövrün uşaqları bilərlər. O qrupda mən rəqs edirdim, yəni seçilmə bir qızlardan biri idim. 4 qızımız var idi, qalanları oğlanlar idi. Çox belə tanınmış qrup idi və həmin o xarici rəqslərin qrupunda, yəni ki, rəqs qrupunda mən də rəqs edirdim və ona görə də o janr mənim üçün bir bambaşqa bir aləmdir. Necə o janrı davam etmədiniz, milli rəqsi seçdiniz? 10 il o sayədə çalışdım. Həm idman rəqsləri qururdum, həm müasir rəqslər, hip-hop, breakdance çox çalışdım. Sonra axın milli rəqslərə, yəni bizim bir mentalitetdə valideynlər düşünürlər ki, ya müasir rəqsə uşağım getməsin. Qoy milli rəqslə məşğul olsun. Amma mən nə etdim? Mən ansamblı yaradandan sonra düşündüm ki, belə idim. Milli Dünya Xalqların Rəqsinin adı da. O adla hamı gətirdi uşağını. Və o ansamblın, o qrupun içində böldüm janrlara. Həm milli öyrəndilər, həm müasir. Ona görə də mənim bütün tələbələrim, bütün şagirdlərim hər bir janrda oynaya bilirlər. Mən ona görə ilk verilişimizdə vurğuladım ki, siz həm Çin, Özbək, Gürcü rəqsləri və elə də Avropa bir rəqslərini... Avropa rəqsləri, Latino Amerikan rəqslərdir, valsdır, tangodur, bu da sizin istedadınızdan bilinir, istedadınızdan bəllidir ki, bu sevginiz nəinki milli, hətta Avropa rəqslərinə yönümlüsünüz daha çox.
Səhnə sizi dəyişdi, yoxsa siz səhnəni? Yox, mən səhnəni dəyişə bilmərəm. Təbii ki, səhnə bizi gözəlləşdirir. Səhnəyə çıxanda bambaşqa bir aləm olur, bambaşqa insan olursan. Səhnə gözəl bir məkandır. Siz düşmüşkən sosial şəbəkədə sizdə martda səhv eləmirəmsə, qastrolunuz olmuşdu. Bir qastrolda siz orada və yaxud da bizim Bakıya kimsə qastrol Aha, etmişdi. Sarı gəlin rəqsini ifa rəqsini elədim. ifa elədi. O İtaliya səfiri gəlmişdi Azərbaycana. Xarici qonaqlarımız gəlmişdilər və orada xahiş elədilər ki, Natvan xanım, bizim möhtəşəm bir gözəl rəqslərimizdən birini zəhmət olmasa ifa edərdiniz. Mən də təbii ki, Sarı gəlini seçdim. Çox sevə-sevə qəbul elədilər. Baxın, o plastika, sanki siz yerdə yox, havada uçurdunuz. O rəqslərin bu əllərinizin aparışı, duruşu çox gözəl, baxmayaraq ki, siz indi müəlliməsiz və sözsüz ki, belə bir tədbirlər olanda siz çıxış edirsiniz. Ara sıra. Ara Arası. sıra. Çünki bəli, pedaqoji fəaliyyətimi başlamamışdan öncə təbii ki, mən səhnədə ifa edirdim, oynayırdım. Yəni gözəl rəqslərimizi və Odlar Yurdu Dövlət Rəqs Ansamblının üzvü olmuşam. Ondan sonra artıq pedaqoji fəaliyyətimi başlayandan sonra vaxt olmurdu, zaman olmurdu. Amma gözəl tədbirlər, gözəl konsertlər olanda dövlət tədbirləri o tədbirlərdə bəli, sevə-sevə iştirak edirəm. Niyə ki yox? Çox gözəl. Həyatda rəqs olmasaydınız, bəs kim olardınız? O rəqssiz həyat ola bilməz axı. Əgər siz davam etməsəydiniz, Elmira xanım müəlliməniz sizin Yox, əlinizdən mən tutub həyatımı gəlməsə, başqa cür düşünə bilmərəm. Mən ancaq düşünürəm ki, yəni mən yenidən bu həyata gəlsəydim, yenidən də bu sənəti sevərdim, seçərdim. baxın, 2 dənə gözəl övladınız var, oğlan uşağı, Allah Təşəkkür saxlasın. edirəm. Yönəldə bildiniz onları rəqsə? Böyük oğlumu 4-cü sinifə qədər biraz həvəsləndirdim. Konsertlərdə iştirak eləyirdi, qastrollar çox gözəl də alınırdı. Sadəcə vaxt gedəndən sonra, bir müddət böyüyəndən sonra artıq dedi ki, mama, mən futbolla məşğul olmaq istəyirəm. Futbol həvəskarı. Sonra fikrini dəyişdi, voleybolla. Amma bəs deyir, artıq yetər. Biraz öyrəndim, yetər. Amma ona baxmayaraq çox gözəl konsertlərdə, tədbirlərdə gözəl ifası oldu. Yəni yaxşı da alınırdı. O da sizin sayənizdə. Amma niyə ki yox? Əlbəttə ki. Rəqsin sayəsində dünyanı gəzdi. Biz Gözəl hər zaman səhnələr. bəzi vaxtı elə olur ki, toylarda utanırıq rəqs etməyə. Bəzi dostlarım var ki, deyirlər, "Yox, milli rəqsi mən nəsə düz eləmərəm, qəşəng görsənməz." Amma ki, həqiqətən də professional insan dərhal seçilir. Öz bu toxunuşla hər kəsi heyran edirlər toylarda. Həqiqətən də çox maraqlıdır, çox gözəldir. Nəinki toylarda, ad günlərdə də. Təbii ki. Yəni insan rəqslə məşğul olan insan dərhal bilinir onu. Mən məsləhət görərdim bizim gənclərimizə. Ən azı ya qruplara yazılsınlar və yaxud fərdi bir müəllimlə məşğul olsunlar. Ən azı 1 ay. O 1 ayın ərzində peşəkar müəllim gözəl bir rəqs quruluş edər və onun üçün ömür boyu yaddaşlarında, toylarda, tədbirlərdə, məclislərdə gözəllik bəxş edər. Baxın, mən bu efirdən sonra Natəvan xanım çox istərdim yazılım. Mütləq. Və həqiqətən də Mütləq. o dediyiniz 1 ay ərzində Təbii. nə isə öyrənim. Çox istərdim Çox sevə-sevə. gözəl anlar. Sizin boyunuz yaraşıqlı, əllərinizin uzunluğu, ayaqlarınızın uzunluğu. Yəni biz bu proporsiyalara çox önəm veririk. Çox gözəl. gözəl Çox göstərir. təşəkkür edirəm. Böyük Məsləhət məmnuniyyətlə verirəm. sevə-sevə gələcəm həqiqətən də. Söz. Çünki mən baxanda və sizin bu müəllimənizin bu ürəyinizdən gələn bu ürəkdən müəllimlik etdiyiniz zaman özüm də istəyirəm gəlim bu dərslərdə iştirak edeyim və sevə-sevə öyrənim. Mütləq gələcəm. Mütləq. İnsan özünü ifadə etmək üçün niyə məhz rəqsi seçməlidir?
Elə şagirdlər var ki, belə deyim də sizə praktikamda olub. Ə, Hər bir insan axı necə sizə deyim, psixoloji durumumu, ə, fərqli uşaqlar olur. Valideynlər var ki, deyir, mənim uşağım çox sıxılır, müəllimə, bəs neyləyə bilərik? Deyirəm, siz düzgün eləmisiniz ki, o uşağı gətirmisiniz, yəni kollektivə. Həm də uşaqların arasında mən onların üzərində işləyirəm, çalışıram, mehribancasınlar, Bəli. bir-birlərinə yanaşırlar. Səhnəyə çıxırlar. Yəni belə uşaqlar var ki, hansı ki sıxılır, amma səhnəyə çıxandan sonra açılışır və bir müddət keçəndən sonra valideyn deyir ki, mən uşağımı tanıya bilmirəm. Yəni bunun psixoloji durumu tam fərqli idi. İndi sevə-sevə gəlir, artıq utanmır, çəkinmir, açılışı bu siz səhnəyə çıxır. Uşaq var idi ki, körpə yaşında ağlayırdı, qorxurdu mamasız. Yəni zala da girmirdi. Bəli, bəli. Amma vaxt gəlir, həmin o uşaq səhnələrdə, konsertlərdə performans verir. Yəni rəqs, yəni Ona görə imkan də verir bunu etməyə. Ona görə də üzümü tutub valideynlərə demək istəyirəm ki, həqiqətən çəkinmədən müraciət eləyin belə gözəl müəllimlərə ki, onlar uşaqları daha da pöhtələşdirlər ki, onlara rəqsə sevgisi daha da çox olsun. Sonda sizin bu gənclərə, uşaqlara, rəqsə başlamaq istəyən insanlara nə tövsiyə edərdiniz? Hər zaman çalışız öz üzərinizdə. Hər zaman rəqsi seçiz. Çünki rəqs bir mədəniyyətdir, gözəllikdir. Rəqs bir dünyadır. Yəni mənim məsləhətim budur. Peşman olmazsınız. Doğrudur. Yaxşı olar ki, pis olmaz. Təşəkkür edirəm Natavan xanım Buyurun, gəlişiniz çox xoş üçün. Çox idi. maraqlı bir buraxılış oldu. Çox sağ Sözsüz olun. ki, yadda qalan bir buraxılış oldu. Bu obrazda olmaq mən sanki özümü rəqqas kimi hiss elədim. Sizə gələcəkdə uğurlar arzu edirəm. Ehtiyacınız var. Səbriniz, sevginiz tükənməsin. Hər Təşəkkür zaman edirəm. parıldayasınız. Təşəkkür edirəm. Sevə-sevə sizin sayənizdə yenidən minnətdarlıq bildirirəm ki, dəvət etdiniz, saydınız, seçdiniz, bizim Seve-seve. əziyyətimizi, yəni qiymətləndirirsiniz. Bu bizim üçün dünyalar qədər xoşdur. Təşəkkür Xoşdur, edirəm bizə sizə. də çox xoşdur. Bu günlük bu qədər əziz izləyicilər. Gələn görüşlərədək. Sağ olun.